Salam uşaqlar, bugün sizinlə 28 iyun tarixində OTK-nın 11-ci sinif 1-ci qruplar üçün keçirdiyi sınağa baxmaq istəyirəm. Deməli, 31-ci sualdan başlayaq. Deyir ki, 2 pi vurulsun S, vurulsun kök adlı ES ifadəsi hansı fiziki əhəmiyyət təyin olunur? Biz düsturu bilməliyik ki, dalğa uzunluğudur cavabı. Amma yenə də biraz açmaq istəsək, bilirik ki, dalğa uzunluğu nəyə bərabərdir? S T'yə. Düzümü? Bu işin sürətidir. T'nin yerinə nə yazarıq? 2 pi vurulsun kök adda ES. Yəni bu düsturda S-ni bura keçirdiblər. Həmin düsturdur. Yəni bu da nədir? Deməli elektromagnet dalğasının uzunluğudur. 32-ci suala deyir, aktiv müqaviməti nəzərə alınmayan sarğacdan keçən maqnit selinin R müqavimətindən asılılıq qrafiki. Baxırıq ki, dövrdə cərəyan şiddəti sabitdir. Onda nə yazırıq? Fi nəyə bərabərdir? Fi bərabərdir L I-yə. Sarğac var, induktorluq var, I var. Bizdən R müqavimətinə asılılıq deyirsə, I-ni nə əvəz edək? U sabit deyə. L, U bölə R. Buradan görürük ki, fi R-lə tərs asılıdır. D variantı tərs asılılığın qrafikidir. 30-cu sualda deyir ki, çevrə üzrə bərabər sürətlə hərəkət edən cismin hər hansı zaman müddətində getdiyi yolun döyərtmə tezliyinə asılılıq qrafiki. Biz bilirik ki, yol bərabərdir V vurulsun T-yə. Çevrə üzrə hərəkətdə sürətin düsturu isə tezliklə bağlı 2 pi N, R, T də dursun yerində. Görürük ki, yol tezliklə düz asıdır. Cavab olar C variantı. 34-cü sualdır. Harmonik rəqs edən verilmiş yaylı rəqqasının, söhbət yaylı rəqqasından gelir. Deyir, amplitudunu 2 dəfə artıranda, yəni XM-i 2 dəfə artıranda, deyir, period necə dəyişər? Bir də tam enerji necə dəyişər? Biz demişik ki, period, tezlik, omega, bunlar XM-dən asılı deyil. Yəni, amplituddan asılı deyil period. Ona görə period dəyişməz. Amma tam enerji, təbii ki, tam enerji nəyə bərabərdir? Məsəl üçün, ən qıraqda potensial enerji maksimal qiymətinə bərabərdir. O da KXM-in kvadratı bölünsün 2-dir. Yəni, XM-lə kvadratik düz asılıdır. XM 2 dəfə düz artırsa, tam enerji də 4 dəfə artar. Period dəyişməz, tam enerji 4 dəfə artar. Cavab olar B variantı. 35-ci suala baxaq. Deyir, müəyyən qüvvə tətbiq etməklə tərpənməz blok vasitəsilə M kütləli cismi bərabər sürətlə qaldırırlar. Bilirik ki, tərpənməz blokda F bərabərdir mg-dir. Eyni qüvvə tətbiq edirlər. Amma tərpənən blokda deyir, vasitəsilə hansı kütləli cismi qaldırmaq olar? Biz bilirik ki, tərpənməz blok F bərabər mg-dir. Tərpənəndə isə mg bölünsün 2-dir. Yəni 2 dəfə qazanc verir. Özümüzdən bir rəqəm qoyaq, yoxlayaq. Məntiqlə də tapa bilərik, amma rəqəm də qoyub yoxlaya bilərik də. Biz bilirik ki, məsəl üçün F 2 kiloqramdırsa kütlə, deməli F bərabərdir 20-dir. İndi fikir verin, gəlib burada F yenə 20-dir. Yazıram ki, 20 bərabərdir mg bölünsün 2. mg nə olacaq? mg bərabər olacaq 40-a. Yəni, J də 10-dur, getdi. Deməli, M 4 kiloqramdır. Əvvəl 2 kiloqram götürmüşdüm. İndi 4 kiloqram götürməliyəm tərpənən blokla qaldırmaq üçün. Yəni, bu nə deməkdir? 2 dəfə kütləsi çox olan cisim götürməliyəm ki, eyni qüvvə ilə, yəni tərpənən blokda da eyni qüvvə ilə qaldıra bilsin. Cavab Y variantı. 36-cı sualda A nöqtəsinə gətirilmiş sərbəst dönə bilən maqnit əqrəbinin vəziyyəti hansı şəkildə düzgün göstərilibdir? Görürük ki, cərəyan X-dır. Nə edirik? Baş barmaq, əlimizi belə əla tuturuq. Düzdürmü? Sağ əlimizi. Bu X-a baş barmağımızı belə salırıq. 4 barmağımız A nöqtəsində necə gedir? Hamısını nə edirik? Çevrə çəkirik ətrafında. 4 barmağımızı o çevrə üzərində. X-dırsa saat əqrəb istiqamətdə və belə gedir. Belə gəlir. Bu A nöqtəsində belə gedir. Deməli, bu düz deyil. Düzdürmü? Məsələn, başqa birini yoxlayaq. Yenə bura bir çevrə çəkim. Çevrə çəksəm, X-dır. X isə 4 dənə barmağım saat əqrəb istiqamətdə gedir. Yenə belə gedir. Yəni, bu olmaz. Bizə nə lazımdır? Bizə lazımdır ki, hamısında elə eyni yerdədir. Əslində elə hamısında elə gedəcək. Əgər B belə gedirsə, bu nə deməkdir? Maqnitin daxilində, əqrəbdə, deməli, S-dən N-ə doğru getməlidir. Maqnit əqrəb bu vəziyyətdə yerləşməlidir. Baxın, məsəl üçün C variantında. Bax, bu vəziyyətdə yerləşməlidir və B induksiyada bunun daxilində C-dən N-ə doğru gəlməlidir. Bu oldu 36-cı sual. C variantı. 37. 2 proton induksiya xəttlərinə perpendikulyar istiqamət olaraq bir cism maqnit sahəsinə daxil olur. Onların döyərtmə tezlikləri arasında münasibət. Tezlik nəyə bərabərdir? QB
bölünsün 2 pi m. Bu deyir 2 dənə protondur. Yəni bunun yükü eynidir, kütləsi eynidir. İnduksiya xəttlərinə daxil olurlar. Yəni ikisi də eyni induksiya xəttlərinə daxil olur. Yəni eyni bir sahəyə daxil olur, belə deyək. Onda dörtmə tezliyi sürətdən asılı deyil. Bilirik ki, dörtmə tezliyi, period, omega sürətdən, radiusdan, kinetik enerjidən, bunlardan asılı deyil. Ona görə də sürətlər fərqli olsa da tezliklər eyni olacaq. Çünki ancaq düsturdakılardan asılıdır. Düsturdakı kəmiyyətdə də dəyişməyibdir. Kütləsi 3 kiloqram olan cisim 2 saniyə müddətində sərbəst düşür. Ağırlıq qüvvəsinin gördüyü iş. Ağırlıq qüvvəsinin gördüyü iş bilirik ki, nəyə bərabərdir? mgh-dır. H da yerinə gt kvadratı bölü 2 qoymalıyıq. J qalsın burada. H-ın yerinə gt kvadratı bölünsün 2 qoyuram. Yəni nə? mg kvadratı t kvadratı bölünsün 2. M 3 kiloqramdır. J 10'dur. Kvadratı 100'dür. T 2'dir. Kvadratı 4'dür. Bölünsün 2. Bundan bu ixtisar gedər. O da eləyər 600. 600 joule D variantı. Yəni sərbəst düşən cismin ağırlıq qüvvəsini görürük, bu düsturdan tapılır. Monoxromatik işığın vakuumda dalğa uzunluğu lambda 0'dır. Deyir tezliyi növ 0'dır. Vakuumdan sındırma əmsalı 3 olan mühitə keçəndə işığın dalğa uzunluğu və tezliyi necə dəyişir? Biz bilirik ki, bir mühitdən digər mühitə keçəndə tezlik dəyişməz. Tezlik elə növ 0'dırsa növ 0 olaraq qalır. Amma lambda bərabər olur nəyə? Lambda 0 bölünsün n-ə. Bu da keçir sındırma əmsalı 3 olan mühitə, yəni n-in yerinə 3 qoyuruq. Biri olacaq lambda 0 bölünsünüz, bir də növ, baxın, D variantı olar. 40. Bir inersial hesablama sistemindən digər inersial hesablama sisteminə keçəndə hansı fiziki kəmiyyət dəyişməz, yəni invariant qalar? Biz demişdik ki, hansı 4 kəmiyyət idi? Qüvvə, təcil, zaman və kütlə. Bunu yadda saxlamaq istəsəz, nəmli bir dənə ad Fatma. Belə eləyə bilərsiniz. Mən uşaqlara belə deyirəm. Rahat yadlarında qalsın. Bu 4 hərfdir. Və yaxud da F bərabərdir MA düsturundakı kəmiyyətlər, Newtonun ikinci qanunu. Üstünə də bir dənə zaman. Yəni bu 4 dənə kəmiyyət bir inersial hesablama sistemindən digərinə keçəndə dəyişmir. İnvariant kəmiyyətlərdir. Bizdən də bu siyahıdan bir dənə təcil var. Ona görə D-dir cavab. 41-də bu Henry idi. Yəni Henry vurulsun, amper bölünsün saniyədir. Vahidləri Henry induktivliyin vahididir. A cəryan şiddəti vahididir. Bu da T'dir. L bölü T nədir? Bilirik ki, epsilondur da. Epsilon bərabərdir mənfi L delta I bölünsün delta T'yə. Elektrik hərəkət qüvvəsidir yəni. Yəni vahidləri açıb da yaza bilərik. Henry'nin açılışı nədir? Kiloqram metrin kvadratı bölünsün amper kvadratı saniyə kvadratı. Henry budur. Aşağıda bir dənə saniyə onsuz da var. Yuxarıda da bir dənə amper var. Düzdürmü? Bu amperlə biri gedər. Nə qalar? Kiloqram metrin kvadratı bölünsün. Amper vurulsun saniyə kubu. Bu da 1 voltdur. 1 volt da elə elektrik hərəkət qüvvəsinin vahididir bunların içində. Ona görə olur C variantı. 42. Deyir, üfüqi dielektrik müstəvi üzərindəki yüklənmiş kürələr sükunətdədirlər. Birinci kürəyə təsir edən sükunət sürtünmə qüvvəsini göstərin. Baxın, bunlar ikisi də müsbət yüküdür. Bunlar belə ikisi də bir-birinə itələnəcəklər. Amma ikisi də sükunət sürtünmə qüvvəsi hara yönələcək? Əks istiqamətdə bax belə və belə yönələcək. Bizdən birincini istəyir. Birinci özümüzdə gördük ki, sükunət sürtünməsi sağa doğru oldu. Ona görə cavab olar D variantı. 43-cü sual deyir, temperaturları eyni olan iki otağın həcmləri bu qədərdir. V1 və V2, 2V. Su buxarının kütlələri də eynidir. Baxın, açar söz. Onların nisbi rütubətləri arasında. Nisbi rütubət nədir? Havadakı su buxarının sıxlığının doyan su buxarının sıxlığına nisbətidir, faizlə ifadəsidir. Bu rho-nun yerinə nə qoyaram? M bölünsün V qoyaram. Çünki də kütlələri eynidir, yəni kütlə sabitdir. Yazaram rho-nun yerinə M bölünsün V. Rho 0 öz yerində, 100% də burada. Görürəm ki, bundan sonra fi nisbi rütubət həcmlə tərs asılıdır. Asıllıq qururam. Fi 2 bölünsün fi 1 bərabərdir V1 bölünsün V2. V1 V'dir. V2 də 2V'dir. Bu nisbət nə eləyir? 2-də 1. Buradan da tapıram ki, belə tənasüb eləyirəm. Fi 1 bərabər imiş 2 fi 2-yə. Bunu yazmadan da tərs asılı dediksə, artıq görməliyik ki, həcmin ikincisi böyüksə, nisbi rütubətin birincisi böyük olmalıdır. Yəni yazmaq sizə uzun gəlirsə, belə şifayə də tapa bilərsiniz. Təzyiq
hansı cihazdan ölçülür? Təzyiq dinamometrlə nə ölçür? Qüvvə, termometrlə, temperatur, sıxlıq, areometrlə, psixrometrlə nə ölçülür? Nisbi rütubət. Manometrlə də təzyiq ölçülür. Cavab Y variantı. Cədvəldə deyir 3 müxtəlif X, Y, Z planetin kütlələri və radiusları verilibdir. J'ləri müqayisə edin. Gəlin birinci Jx üçün yazaq. Jx nəyə bərabərdir? J vurulsun böyük M planetin kütləsi bölünsün radius R'dir. Sonra Jy üçün yazsaq. J vurulsun 2M bölünsün R'in kvadratı və Jz üçün yazsam. J vurulsun böyük M bölünsün 2R'in kvadratı edir 4R'in kvadratı. İndi hansı böyük oldu? Təbii ki, Jy böyük oldu. Sonra bura kvadrat düşməyib. Aha. Jy böyük oldu. Nədən? Jx-dan. O da böyük oldu Jz-dən. Yəni artıq bu kəsirlərin müqayisəsində bunu izah verməyə düşünürəm, ehtiyac yoxdur. Bu da edir D variantı. 46. Toplayıcı linza üzərinə düşən işıq şüası linzada sınır. Burada yəqin ki, orada bu şüa olmayıbdır, bu çəkilibdir. Uşağın imtahanda çəkdiyi şüanın yoludur. Biz bilirik ki, toplayıcı linzaya düşür. Bura qədər də sual, yəni bu yoxdur. Düşən işıq toplayıcı linza sınandan sonra hardan keçir? Fokusdan keçir. Təbii olaraq da bu testi həll edən uşaq gətirib onu fokusdan keçirdib və şüan yolunu davam elətdiribdir. Gəlib hardan çıxıb? N nöqtəsindən çıxıb. Cavab da olub A variantı N. Yəni rahat sualdır, yaxşı sualdır. Kürələr mütləq qeyri-elastiki toqquşandan sonra hansı sürətlə hərəkət edirlər? Biz mütləq qeyri-elastiki toqquşmada 3 dənə hal öyrənirdik. Bir cisimlər eyni istiqamətdə hərəkət edəndə, bir əks istiqamətdə, bir də ikinci cisim sükunətdədir. Baxın, onda düsturuna yazırdıq. V son bərabərdir. M1 V1 bölünsün V1 üstə gələk V2-yə. Bundan sonra da yazıram ki, M1 nədir? Budur da, yəni bu birincidir, bu da ikincidir. M1 M'dir, sürəti də V'dir. Bölünsün, bunun sürəti V, düsturu səhv yazdım, V-ni yazmışam. M1 üstə M2, üzürü sayın. M1 üstə gələ M2. Çox üzürü sayın, avtomatik səhv oldu. Aha, M1 M, M2 də oldu 2. Onda nə olur? MV bölünsün 3M, kütlələr ixtisarı getdi. Oldu V bölünsün 3. Deməli, ikinci cisim, ikisi bir yerdə toqquşandan sonra V bölünsün 3 sürəti ilə sağa doğru hərəkət edirlər. Bu da B variantıdır. 48-ci sualdır. Radioaktiv nüvələrin nisbi sayının zamanla asılı qrafik verilmişdir. 24 saat, 24 gündən sonra radioaktiv nüvələrin bir hansı hissəsi qalar. Deməli, N bərabərdir. N0 vurulsun 2 üstü mənfi T bölünsün T düsturumuz. N nədir? N burada 2-də 1-dir. N0 nədir? N0 da başlanğıcdır, bu da 1-dir. Vurulsun 2 üstü mənfi, zaman da 6-dır. Periodu hələ axtarırıq, yoxdur. Bu 1-i keçirdirəm bu tərəfə, olur mu? Mənfi 2-də 1 bərabərdir 2 üstü mənfi 6 bölünsün T. Bu mənfi 2-də 1-i 2 üstü mənfi 1 yazıram. 2 üstü mənfi 6 bölünsün T. Aşağılar eynidirsə bilirəm ki, üstlər də bərabərdir bir-birinə. Deməli, period nə imiş? Elə 6 imiş. Period 6 imiş. Bunu tapandan sonra 24 gündən sonra nə qədəri deyir qalar. Onda yazıram ki, N bölünsün N0 bərabərdir. 2 üstü mənfi T bölünsün T-də 2 üstü mənfi. Periodum 6-dır. Zamanım nə qədərdir? 24 gündür. Yəni, bu 6 gündür, bu da gündür da. Bir dənə əvvəldə saat deyərəm. Yəni, gündür, bu da gündür, bu da gündür. Bunlar ixtisar gedir, 2 üstü mənfi 4 qalır. 2 üstü mənfi 4-də nədir? 16-da 1-dir. Cavab olar C variantı. Young modulu deyir, nümunənin hansı xüsusiyyətlərindən asılıdır? Young modulu Y-dir. Sərtliyin düsturu nədir? Sərtlik bərabərdir YS bölünsün L0-dır. Buradan Y-ni tapanda KL0 bölünsün S-dir. Yəni, bilirik ki, sərtlik bunlardan asılıdır. Amma Y həndəsi ölçülərdən asılı deyil. Uzunluqdan, ən kəsin sayısından asılı deyil. Yalnız materialın növündən asılıdır. Yəni, hər materialın özü üçün bir Young modulun bir qiyməti var. Belə deyək, yalnız 3 düzdür. B variantı olar. 50-ci suala gələk. Deyir, şəkildə düz xətt boyunca hərəkət edən iki cismin yerlə bağlı hesablama sistemində koordinatın zamanı asılı qraf verilmişdir. İkinci cismin birinci cismə nəzərən, yəni V2 1 istəyir nisbi sürət. V2
Çıxılsın V1 istəyir. Mən qrafikə baxıb görürəm ki, hansı sürəti çoxdur? Təbii ki, 1-in sürəti çoxdur. Məsələn, bir dənə zaman götürsəm, görürəm ki, bu qədər dəyişibdir, bax bu qədər. Bu sadəcə bu qədər dəyişib. Dəyişmə bu qədərdir. Biraz əyri çəkdim. Bax bu qədərdir. Yəni sürət dəyişməsi vahid zamanda aşağıdakı daha azdır. Məlum ki, aşağıdakının sürəti daha azdır. Nəinki yuxarıdakının. Qrafikin kəskinliyindən də, əmələ gətirdiyi bucaqdan da baxsaq, baxın bu bucaq çoxdur, bu bucaq azdır. Yaxşı, bundan sonra nə edirəm? Və görürəm ki, birinci cisim x ox istiqamətdə hərəkət edir. İkinci x oxun əksinə. Özümdən qiymət verirəm. Birincinin sürətinə verək 1,5. Düzdürmü? 5 verməyək, ya v verim. Nə verim? Birincinin sürəti olsun. Birincinin sürəti olsun. Nə qədər olsun? Olsun 2v. İkincinin də sürəti olsun mənfi v. Çünki x oxun əksinə hərəkətdir. Sürət mənfi olmalıdır və azdır. Ona görə mənfi v. İndi gətirib yerinə qoyuram. Yazıram burada, elə bunun arxasıca yazıram ki, v2 1 bərabərdir. v2-nin yerinə mənfi v çıx, v1 də 2v'dir. Bu nə edir? Mənfi 3v edir. Yəni, nisbi sürət mənfi qiymət alacaq. Bizə uyğundur Y variantı. Amma bir də yadda saxlamalıyıq ki, bunlar cisimlər düz xətli bərabər sürətlə hərəkət edir. Bunların sürəti dəyişmir. Yəni, sonda bir-birinə nəzərən nisbi sürət də dəyişməyəcək, sabit qalacaq. Yəni, sürət dəyişmədiyinə görə bir-birinə nəzərən nisbi sürət də sabit qalacaq. Bu cür mənfi olacaq. 51-ci sual verir, açıq su hövzəsində yekun təzyiqin suyun dərinliyindən asılı qrafiki verilmişdir. A nöqtəsinə uyğun dərinliyi. Biz bilirik nədir? P tam təzyiq bərabərdir. P0 üstə rho JH-a. Bizim A nöqtəsində təzyiq nədir? 3 dənə P0-dır. Yazıram P0 üstə rho JH. P0-ı keçirdirəm bu tərəfə. O 2P0 bərabərdir rho JH. Buradan da mənə lazım dərinlik, hündürlük. H da bərabərdir 2P0 bölünsün rho JH. 2-ni vururam P0 10 üstü 5. Sıxlıq 1000-dir, 10 üstü 3-dür. J 10-dur. H da H axtarıram, təzədən bura H yazmışam. Üzürü sayın. H da yoxdur, axtarıram. Bu getdi, 10 üstü 4 ilə bu getdi. Nə qaldı? Elə 20 metr qaldı. Cavab oldu A variantı. 52. Verilmiş kütləli ideal qaz molekullarının orta kinetik enerjisi 4 dəfə artıb. Y kinetik artıbdır 4 dəfə. Təzyiq isə 2 dəfə azalıbdır. Yaxşı. Həcmi soruşur. Həcm necə dəyişər? Kinetik 4 dəfə artıbdırsa, temperatur necə dəyişibdir? Təbii ki, temperatur da 4 dəfə artıb. Çünki biz deyirik ki, temperatur kinetik enerjinin ölçüsüdür. Yəni, orta kinetik enerjinin ölçüsüdür. Ondan düz asılıdır da. Deməli, kinetiki yerə temperatur kimi düşünə bilərəm. Ondan sonra gəlirəm qaz qanunlarına. Həcm temperaturdan düz asılıdır. Əgər temperatur 4 dəfə artıbsa, həcm 4 dəfə artacaq. Təzyiq 2 dəfə azalıbsa, Boyle-Mariotte qanununa görə izotermik prosesdə təzyiq 2 dəfə azalıbsa, həcm 2 dəfə artmalıdır. Onda 2 dəfə də artsa, 4 dəfə də artsa, bir yerdə nə qədər artmış olacaq? 8 dəfə artacaq. Bax, belə yanaşa bilərsiniz Y variantı. Kondensatorların elektrik yükləri, gərginlikləri və enerjiləri arasında hansı münasibət doğrudur? İlk baxışda paralel görə bilərsiniz, amma bunu belə açıb bura gətirəndə görürsünüz ki, bu ardıcıl birləşmədir. Ardıcıl birləşmədə demişik ki, yüklər sabitdir. U nəyə bərabərdir? Q bölünsün S-dir. Yəni, tutumla tərs asılıdır. Bunun tutumu S-dir, bunun tutumu 2S-dirsə, deməli, bunun gərginliyi ondan çox olacaq. Yəni, U1 2-dən U2 olacaq. 1 olacaq. Bax, bu üçüncü. Enerji isə nəyə bərabərdir? SU kvadratı bölünsün 2-dir. Ular, bir dəqiqə gözləyin. Və yaxud da yox, Q sabit daha. Niyə SU kvadratı yazaq ki? Q sabitdir, yəni ardıcıda Q kvadratı bölünsün 2S götürürük. Bu sabitdir. Və enerji S ilə tərs asılıdır. O da gərginlik kimi. Tərs asılıdırsa, V2 bölünsün V1 bərabərdir. S1 bölünsün S2. O da S bölünsün 2'si. Bunlar getdi. Deməli, V1 bərabərdir 2 dənə V2'yə. O da olur 5.
2, 3 və 5 düzgün cavab. 0 dərəcədir temperaturda metal naqildə cəryan şiddəti bu qədərdir. 200 dərəcə temperaturda neçə amper olar? Gəlin belə yazaq da. 0 dərəcə temperaturda naqilin müqaməti R0-dır. İndi gəlin 200 dərəcə temperaturda yazaq naqilin müqamətini. Buraya yazın bir 200 dərəcədə. R bərabərdir. R0 vurulsun 1 üstə. Alfa 0,004 vurulsun T200. Bu nə edir? 1,8 R0 edir. Aha. Nə baş verdi? Əvvəl müqamət R0 idi. Sonra oldu 1,8 R0. Müqamət neynədir? 1,8 dəfə artdı. Cəryan şiddəti isə müqamətinin tərs asıdır. Əvvəl I1 3,6-dır. Müqavimət artdısa 1,8 dəfə, cəryan şiddəti həmin qədər azalmalıdır. Yəni 1,8 dəfə azalsa nə baş verəcək? 2 olacaq cəryan, yəni ikinci cəryan olacaq 2. Yaxud da asılıq qura bilərsiniz. I2 bölünsün I1 bərabərdir R1 bölünsün R2. Gəlin onu da yazaq, qaranlıq qalmasın. I1 bərabərdir R1 bölünsün R2. R1 R0'dır. R2 1,8 R0'dır. Buradan R0'a ixtisar gedər. Qalar 1 bölünsün 1,8. Buradan da I2'ni tapsam, tənasübdən I2 bərabərdir. I1 bölünsün 1,8. 3,6 bölünsün 1,8. Bu da edir 2. Yəni, bu temperatur qalxanda müqavimət artır metallarda. Cəryan şiddəti isə azalır, olur 2. Əvvəl 3,6 idi, sonra oldu 2. Cavab 2-dir. 55. Kütləsi 30 kiloqram olan cismin sürətinin proyeksiyası zamanı asılı qrafik verilib. Tənlik budur və nə deyir? Sürtünmə qüvvəsi bu qədərdir. Baxın, tənlikdən görür ki, cisim necə hərəkət edir? Sürət müsbət, təcil mənfidir. Bərabər yavaşlayan hərəkətdən gedir söhbət. Bərabər yavaşlayan hərəkətdə demişik ki, sürtünmə böyükdür F dartıdan. Onda yazıram, F sürtünmə çıxılsın F dartı bərabərdir MA-ya. F sürtünmə 110 Newtondur. Düzdür mü? Verib. Dartını biz axtarırıq, soruşur. Bərabərdir, kütlə 30 kiloqramdır. Təcil isə burada zamanın qarşısındakı 3-dür. Deməli, F dartı nə imiş? 110-dan çıxırsan 90-ı eləyir 20 Newton. Cavab 20 Newtondur. 56-dır, 4 mol bir atomlu qaz 50 Kelvin qızdıranda onun daxili enerjisi necə dəyişər? Daxili enerji delta U nəyə bərabərdir? 2-də 3 nü R delta T-yə bərabərdir. Bundan sonra da yazırıq ki, 2-də 3 nü 4 mol R 8-dir. Temperaturda 50 Kelvindir. Bundan bu ixtisar gedər. Bu ikisi 100 eləyər. Bu ikisi də 24 eləyər. 24-ün yanına 2 dənə 0 gələrik. 2400. Əgər kilojoul'la deyirsə, olsun 2,4 kilojoul. 56-da 2,4 aldıq. 57. Deyir, müsbət Q0 yükünün sahəsinə, baxın, müsbət Q0 yükünün sahəsinə mənfi yükü gətirir. BCDY trayektoriyasını hərəkət elətdirir. İndi gətirək mənfi yükü bir bura qoyaq, bir də bura qoyaq. BC hissəsində nə baş verir? Bax, biri müsbətli, biri mənfidir, düzdürmü? Bax, belə yanaşaq. Biri müsbət, biri mənfi, bunlar bir-birini cəzb edirlər. Amma BC trayektoriyası nə deməkdir? Yəni, bunu bir-birindən uzaqlaşdırır. Uzaqlaşdırırsa, yəni, burada nə var? Maneə var. Ona görə mənfi iş görəcək. Elektrik sahəsi mənfi iş görəcək. Bir dəqiqə. Ona görə gətirirəm, mənfi iş görürük, qoyuram bura. B-ni bura qoydum. Sonra mənfi iş görürsə, bilirik ki, kinetik azalır, potensial artır. Bir qayda olaraq bunu artıq öyrənməliyik, əzbər bilməliyik. Yəni, sübut eləmişik deyənə artıq bunları çox dərinə getməyik. Bilirik ki, burada eyni konsentrik çevrə üzərində, yəni bir ekvipotensial səth üzərində, belə deyək, daha doğrusu, burada iş görmür, çünki potensialları eynidir. Görülən iş 0 olur. Mən CD hissəsinə yazacağım ki, iş görmür, C və potensial enerjisi də dəyişmir, Y. DY hissəsində isə, baxın, mənfi müsbət bir-birini cəzb edir və trayektoriyada buna daha da kömək olur. Hərəkət bərabər yeniləşən olur. Ona görə görülən iş müsbət, kinetik artır, potensial əksinə azalmalıdır. İndi burada variantlar ancaq verilən bunlardır.
Ona görə olur BD, SY və A. 58-ci suala deyir, K açarı 1 və 2 vəziyyətində olanda. 1 vəziyyətində olanda dövrə açıqdır. Demişik ki, açıq olanda voltmetr elektrik hərəkət qüvvəsini ölçür, yəni bərabərdir 10 volta. Qapalı 2 vəziyyətində olanda isə gərginliyi ölçür. Epsilon R bölünsün R üstə R-dir. Epsilon 10-dur, R 4-dür. 4 üstə 1, bu da nə eləyir? 5, 2, qısar gedər olar 8 volt. Yəni 1 vəziyyətində 10 volt, 2 vəziyyətində 8 volt eləyir. 59 fotoeffekt zamanı verilmiş metal katod üzərinə düşən göy işığı bənövşəyi işıqla əvəz edəndə fotoeffektlərin maksimal kinetik enerjisi və çıxışı necə dəyişir? Kinetik enerjini A çıxışı soruşur. Göydə bənövşəyi ilə əvəz eləyir. Deməli, qarı nənə 80 yaşında mücrü gəzdirir başında. Bu göyü götürüb bunu əvəz edir. Nə dəyişir? Göyün tezliyi bənövşədən azdır. Yəni tezliyi artır. Ən azından bilirəm ki, göydən bənövşəyi əvəz eləyəndə, bənövşəyə qoyanda tezliyi artdı. Amma mən bildirəm ki, çıxış işi nədən asılıdır? Yalnız metalın növündən asılıdır. Metalın üzərinə düşən işığın rəngindən, tezindən asılı deyil. Çıxış işi yalnız asılıdır həmin o metalın növündən. Buna görə də çıxış işi dəyişməz. Amma fotoeffekt üçün Einstein tənliyi yazsam, Y foton bərabərdir, Y kinetik üstə A çıxışdır. Baxın, tənlikdə A çıxış dəyişmədi. Ancaq tezlik artdı deyə fotonun enerjisi artdı. Fotonun enerjisi artdı deyənə təbii olaraq kinetik də artmalıdır. Bax, bu tənliyə görə. Kinetik artar, çıxış işi dəyişməz. 60. Dəyişən cəryan mənbəyinə qoşulmuş kondensator dövrəsinə cəryan şiddətinin kondensatorun tutum müqavimətinə asılı qraf verilib, gərginliyin təsirci qiymətini istəyir. Biz bilirik ki, IM nədir? Bərabərdir UM bölünsün XC-dir. Buradan UM də bərabərdir IM vurulsun XC. Hər hansı bir qiymətdən götürüb yoxlayanda görürəm ki, elə 140 eləyir. 140. Təsirci qiyməti isə bərabərdir amplitud qiyməti bölünsün kökatda 2-yə. 140-ı bölərəm kökatda 2-yə. Kökatda 2-ni də 1.4 verib. 140 bölünsün 1.4. İxtisar gedər, qalar 100 volt. Bax, bu cür. Suallar bitdi. Bu qədər. Sağ olun.